Hamıya salamlar. Bu gün birlikdə 2018-ci il qəbul imtahanına düşmüş Sudoku-ya aid bir nümunəyə baxacağıq. Ümumiyyətlə Sudoku-da bilirik ki, eyni bir sətr üzrə, eyni bir sütun üzrə və qara xəttlərlə hüdudlanmış bir blok daxilində təkrarlanma olmamalıdır. Bizdə 46-cı sualda deyir ki, açıq sual kimi düşmüşdü. 1, 2, 3, 4, 5 və rəqəmlərini yerləşdirməliyik. Bildiyimiz Sudoku tipi kimi. Gəlin görək bizə nə verilib. Məsələn, mənə burada 3 verib. Sən bu blokun daxilində 3-ü yazmalısan da, düzdürmü? Fikirləşirəm ki, o 3-ü bura yazamam, o 3-ü bura yazamam, bura yazamam. Hara qalır? 3 bir dənə qalır bura. Daha sonra məsələn baxıram. Burada mənim 4-üm var. 4-üm var burada, düzdürmü? Mən bu blok daxilində, bu blok daxilində bir dənə 4 yazmalıyam. O 4-ü mən onun olduğu sütuna, yəni bura yazamam. 4-ümüz hara qaldı? Qaldı. Bir dənə bura. Daha sonra baxıram nəyə? Məsələn, mən görürəm ki, mənim hər sütunumda ümumiyyətlə hər rəqəmim olmalıdır, düzdürmü? Eynilə blok daxilində də 1-dən 5-ə qədər bütün rəqəmləri görməliyəm. Bax, mənim bu blokumda 2 ilə 4 var, nə qalıb? 1, 3, 5. Hansıdan hansı sırayla olduğunu bilməsəm belə, bilirəm ki, 1, 3, 5 buralarda, düzdürmü? Burada da 4 varsa mənə bura nə qaldı? Deməli, qaldı 2. Aha, başqa baxıram məsələn nəyə? Aha, qaldı bura 2. Məsələn, bax bu blokda, məsələn, mən bu blokda 4 yazmalıyam. Burada 4 olduğuna görə 4-ü buralara yazamıram. Burada 4 olduğuna görə də 4-ü bura yazamam. 4-üm mənim bir dənə qaldı bura. Aha. Daha sonra birinci sətrim üzrə 1, 2 və 4-üm var. 3, 5-im yoxdur. 3-ü mən bura yaza bilərəmmi? Xeyr, yaza bilmərəm. Çünki eyni blok daxili mənim burada 3-üm var. Yenə bir 3 yaza bilmirəm. Deməli 5-in qaldı bura, 3-ün qaldı bura. Daha sonra məsələn nələrə baxa bilərik? Aha. 1 ilə 5-i bilirik ki, yazmalıyıq bura. Hələ ki təyin eləyə bilmirik. Aha, bax bu blok daxilində 4-ü hara yaza bilərsən? 4-ü bura yaza bilmirsən, 4-ü bura yaza bilmirsən. Çünki eyni sütun daxilində var. Deməli 4 bir dənə qalır bura. Sonra həmin sətir üzrə və yaxud da blok üzrə düşünək. 1, 3, 4 var, nə qalıb? 2 ilə 5 qalıb, düzdürmü? 5-i bura yaza bilmərəm, çünki eyni sütunda var. 2 qalacaq bura, 5 qalacaq bura. Daha sonra məsələn baxıram. Aha, deməli bax 2-im var, 3-üm var, 4-üm var, 5-im var. Nəyin qalıb? Bir dənə 1-in qalıb. Bunu da qeyd eləyirsən. Daha sonra baxırsan bax 1, 2, 3, 4 nəyin qalıb? 5-in qalıb yazırsan bura. Məsələn, bu sətri gəlin dolduraq. Sənə bu sətirdə sadəcə 1 lazımdır və 2 lazımdır. 2-ni bura yaza bilmərsən, çünki orada var. Deməli sənə bura qalacaq 1, bura qalacaq 2. Daha sonra bu sütun üzrə baxırsan. 1, 2, 4, 5-in var. Nəyin yoxdur? 3-ün yoxdur. Yazırsan bura. Eyni ilə bura baxırsan 1, 5. Aha, hələ ki təyin eləyə bilmirik. 1, 4, 3. Nəyin qalıb? 2 və 5-in qalıb. Təyin eləyə bilmirik. Bura baxıram 1-in qalıb, 5-im qalıb. Təyin edə bilmirik. Başqa görək nələrə baxmalıyıq orada. Hə, baxıram məsələn bu sütunuma 2 var, 5 var, 4 var. Nə qalıb? 1 ilə 3. 3-ü bura yaza bilərəmmi? Xeyr, çünki eyni sətirdə var. Deməli bura 1 qaldı, bura 3 qaldı. Aha, burada baxıram ki, mənim sadəcə qaldı 1 ilə 5-im. 1 burada olduğuna görə 5-i yazıram bura, 1 də qalır bura. Deməli məndən nəyi soruşurdu? Məndən A plus B-ni soruşurdu. A nə oldu? 1, B-in oldu 5. Cavabımız da oldu 6.